Xoş gördük əziz dinləyicilər. Nəhayət Amerika-İran gizli danışıqları, İslamabadda keçirilən danışıqlar öz bəhrəsini verdi. Öz bəhrəsini bu formada verdi ki, artıq İran Hörmüz boğazının açılmasına icazə verdi. Bu barədə həm bugün İranın ən ağıllı siyasətçilərindən biri olan və deyərdim ki, elə birincisi olan Abbas Əraqçı da bu barədə açıqlama verdi. Həm də ali rəhbərin məhz hərbi müşaviri Rəhim Səfəvi də, o bizim qohumumuz olan Rəhim Səfəvi Türkman da məlumat verdi ki, artıq İran Hörmüz körfəzini açıb, Hörmüz boğazını açıb, yalnız və yalnız İsrailin Livanı vurmaması şərti ilə bu məsələdə razılığa gəldi. Əlbəttə, burada bunu ehtiva edən, bunu açıqlamağa və Hörmüzü açmağa məcbur olan vəziyyət nədir? Ondan ibarətdir ki, İran atəşkəsə getmişdi Amerika ilə və Amerikaya bir zərbə vura bilmirdi, vura bilməzdi. Vursaydı əgər atəşkəs yenidən pozulmuş olardı, bir çəmbər vardı burada. İkincisi, əgər Amerikanın 3-cü fazası başlasaydı müharibə, bu İran üçün həqiqətən də daha ağır bir nəticəni ortaya çıxarda bilərdi. İkinci bir məsələ, burada Çinin də böyük təzyiqi var, çünki Çinin də Hörmüzün bağlanması Çinə çox ağır bir zərbə endirirdi və İran da öz simasını qorumaq üçün bildirdi ki, şərt kimi məhz İsrailin Livanı vurmaması, Hizbullahı vurmamasını bir şərt kimi ortaya çıxdı. Əslində qalsa, Hizbullahı artıq İsrail Hizbullaha zərbələrini vurmuşdu, bitirmişdi. Daha demək ki, belə bir zərbə qalmamışdı. Yəni, onlarda da müharibəni uzadacağı gözlənilmirdi. Sadəcə olaraq bunu bir şərt kimi ortaya verməklə əslində İran da burada onu göstərməyə çalışır ki, yəni biz də hər hansı bir məsələdə razılaşaraq, nəysə şərt qoşaraq etdi və nəyin bahasına olursa olsun bu sülhə getmək çox vacib idi. Bundan sonra İran xalqı, İran hökuməti yəni elə bir vəziyyətdə xəstə insana bənzəyir ki, o xəstə insanı mən düşünürəm ki, artıq öz halına hələ ki buraxmaq lazımdır. Bu bizim regionumuz üçün də çox vacibdir. Bütün dünya içində neft məsələləri üçün vacibdir. Artıq indidən neftin qiyməti, yanacağın qiyməti $83 civarına düşdüyünü şahidi oluruq. Təşəkkür ederim.